Salam, hörmətli oyun və əyləncə sevənlər, Esperance kanalına xoş gəldiniz. Yepyeni bir oyunla, bugün demo versiyonundan, demo versiya odur ki, oyunun tam versiyası çıxmamışdan qabaq, öncəsinə demo versiya deyirlər. Qısa bir versiya ki, yəni bu versiya, baxın görün, oyun bəyənirsinizsə, bu oyunu pulla alıb oynaya bilərsiniz. Pullu oyundur bu arada. Demo versiyasıdır. Oynayarıq, baxaq görək necə oyundur, necə oyun düzəldiblər, necə oyun bizi qarşılayır. Demosuna baxaq. Ondan sonra qərarımızı verərik, baxarıq. Başlayıram. Dünya xəritəsini görürük. Yıllar öncə Necron virüsü dünyaya bulaşdı. Necron virüsü dünyaya bulaşdı. Aha. Çox hekayəli və maraqlı bir oyun olduğu görsənir. Ha? Məncə elədir. Sonrakı, sıradakı. Zombi salgını insanlığı tükətdi. Zombi deyir salgını, zombi xəstəliyi insanlığı tükətdi. Zombi biz quduzluq xəstəliyi kimi bir şeydir. İnsan özünü tanımır, canlı özünü tanımır, belə bir şeydir. Sonra biraz qorxulu, həyəcan bastı biraz. Şanslı birkaç kişi acil durum sınırlarına kaçdı və vebanın çürüyüb gitməsini beklədi. Vay be! Şanslı birkaç kişi acil durum siqnallarına kaçdı və vebanın çürüyüb getməsini beklədi. Amma sığınaklar çöküyor və ərzaqlar tükeniyor. Şimdi medeniyet yeniden inşa etmek için ortaya çıkmalıyız. Şimdi medeniyeti yeniden inşa... Yani deyir ki, virus dünyanı bastı, hamınız başa düşürsünüz, onsuz belə lore dildə deyim. Başa düşdüyümüz dildə deyim. Deyir, dünyanın virus bastı, həyəcan siqnalları verildi və insanlar həyatda qalmaq üçün o sığınaqlara, o kamplara axın elədilər. Yəni kamplara getdilər. O kamplarda da deyir günü-gündən vəziyyət ağırlaşırdı. Ora getmələrinin də məqsədi o idi ki, virus çürüsün və aradan geçsin. Yoxa çıxsın. Amma kamplarda gözlənilməyən bir şey oldu. Yəni əslində gözlənilən bir şeydir. Zamanla təbiidir bu. Yeməklər, ərzaqlar bitir və sığınaq çökür də zamanla. Hərəkət olduğu üçün ora çökür, bir şeylər dağılır. Belə olduqda insanlar oradan çıxıb, indi deyir yeni mədəniyyətlər inşa eləmək üçün ortaya çıxmalıdırlar. Yəni yeni mədəniyyətlər, yeni binalar, yeni adətlər, ənənələr inşa etmək üçün meydana çıxırlar. Görək nə olur sonra. Yüklənir. Çox maraqlı. Yaşıyoruz, ura, yaşıyoruz sözü biraz çox şey gəldi, yaşıyoruz, həqiqətən yaşayırıq da. Bir anla fikirləşdim ki, yaşayıram. Yaşayırıq. Sən də yaşayırsan dostum. Mən də yaşayıram. Amma bunu izləməyən yaşamır. Acil durum sığınağını çöktüyündən dışarı çıxmaq zorunda kaldık. Amma burada olmaq təhlükəlidir. Ümid edirəm yaxınlarda zombi yoxdur. Ərzaqlarımız yox edildi. Kamp qurmaq və necə həyatda qala biləcəyimizi düşünmək üçün yerləş düyməsinə doxun. Yerləş. Otlaq sahəsi yerləş. Yaxşı, yerləş. Bura yerləşək. Güc inşa etmək, kəşf etmək və daha fazlası üçün kullanıb yerləşməniz bunu zaman içində ürətir. Otlaq. Yaxşı. Həyatda qalmaq üçün su və qida ehtiyacınız var. Qaynaq çubuqları sol tərəfdə qoyulubdur.
turunculardan və bir sorun olduğunu göstərilir. Ha, yaxşı bildik. Otlaq. Sonra nə edirik? Koyu inşaat. İncəli deməli su deyir burada. Üretim ayarlarına gerekiyor. Ekranın sol tarafında su kaynağı çubuğuna tıklayın. Ha, burada su kaynağı var. Ha, küçük kuyu. İnşa et. Yaxşı inşa edirik. Güc lazım. Tamam, bunu kasırma kadar güc biri. Oyuna keçdə bu nədir? Güc lazım. Güc. Ala güc. Bunu karşılamak için güc lazım. Otlaq. Nüfuz bir teknoloji bir kəşf. Məni oyuna sal da. Əsəb olam. Yazım menüsündən çıxart məni. Tamamlandı. Küçük kuyu inşa edildi. Kuyunun zamanla su üretir. Yeterli miktarda olduğunda su kaynak çubuğu gizlənəcəkdir. Çünki artıq bizim için bir sorun olmayacaq. Ha, yaxşı olsun. Gir də oyuna gir. Çox kaynak özel alanlara üretilir. Su dışında bir qida alanı bulmak için kəşf et. Yaxşı, kəşf edeyim. Bura nətərdir? Kəşf et. Yükləni bölgə kəşf edilməyə davam edir. Bu nədir? Belə oyun olar. Qidalanmanı al. Qida alanı bulduk. Şimdi yerləşmənizi burada inşa edebilmeniz için al gerekiyor. Al. Belə oyun olar. Mən bu nə xəritədir? Belə oyun. Tövbə estağfurullah. Hərəkət eləmək istəyirəm. Sağ sol otlaq. Biraz çalışmaya burası bir tahıl tarlası olabilir. Bu alanı alanda ancak buraya henüz inşa yapılmadı. Buranı dalaq mı? Hara alınır başqa? Qırıq xətlərini hamısına klikləyirəm. Heç biri alınmır. Onda nə etmək? Niş 1, yıl 1 bu nədir? May keç, get. Qida düşük. Yerləşmə qida miktarı azalıyor. Çalışdırılır. İnşa et. Elə bu belə davam edir. Nədir bu? Böyle şey olar. Bu oyunu mən də yazaram belə. Qida nəlimlə. Mənə silah ver. Mənə balta lapatka verəkim. Kəşf edilmiş bölgələr. Kəşf edilməmiş bölgələr. Kəşf et. Henüz buraya kəşf etməyə hazır değiller. Səni. Bəsdir də. Yalandan göyə inşa edirsən. Nədir? Mən buraya girmək istəyirəm. Girə bilmirəm. Otlaq. Gün 74-cü gün. Çay da var. Gör nə gözəl mənzərədir. Su var burada. Bir dəqiqə, sevimli izləyicilərim. Bu demo versiya çürük çıxdı. Bu oyun deyil. Bunu Allah bəlasını versin. Yükləməyin, indirməyin. Bu nədir? Afterins. Sonra da nədir? Əvvəldir nədir? Yükləməyin. Bu məsləhət deyil. Bu nədir? Bu ancaq yazılar. Oyunu bitir. Ana menüye get. Evet. Ayarlar çıxış hakkımızda. Yüksek kaliteli akıllı strateji oyunlar yapmaya adanmış bağımsız bir stüdyo olan Endemic Creations tarafından yapılmıştı. Bu üçüncü oyunumuzdu. Umarız beğenirsiniz. Hiç beğenmedim. Bax sizə bildirəm oyun düzəldənlər. Endemic Creations nə bilim. Afterins, belə bir oyun düzəltmişsən, çox qəşəng, yaxşı eləmişsən. Oyun qəşəngdir, əyləncə oyun yaxşıdır. Yaxşı, bu nədir? Bu şey də qəşəngdir, nə bilim, senariyo da qəşəngdir. Hekayə də əladır, full əla. Sözüm yox. Biz hərəkət eləyək də, nədir bu? Ona bas, buna bas.
kliklə o yazını oxu bunu. Olmur axı elə. Biz hərəkət eləməliyik. Bu oyuncusa Divgeniya lazım deyilmi? Neysə buradan çıxaq. Bax belə ikinci demo oyundan qarşınızdayım. Tek Legion. Elə bir adı var. Demo versiyası. Oyunun ayarlarına baxıram. Ana səhifəyə dön. Oyna. Ne yazır burada? Karakter seçək. Michaela Craft. Siyah seçirəm, davam edirəm. Oyun başlayır. Baxıram. Biraz o optimizasiya işlərinə ehtiyacı var oyunun. Amma açıldı. Yeni bir karakterlə. Oo, maşın. Nədir robotlar? Ay canım. Qaçmalı oynamır. Gücləndirmək üçün düşmanları hızla çarman gerekir. Başa düşdüm. Kaşık. Bu neydi? Başım çıxmır, elə oynayıram. Ne geniş blok. Sağlaq. Bunu da əlavə elədim ora. Kupon mu çıxar? Motoru çıxar, salaq ora. Gəl, təkər. Təkər verək bura. Sonra böyütmə. Maşın təchiz edə bildik də istədiyimiz kimi. Gəl bura. Gəl bura. Yox, sən bura gəl. Sən buradan çıx. Sən bura gəl. Kameraya çevir. Belə çevireyim. Bax, bu burada nə gəzir? Bunu qoyaq bura. Sən burada nə gəlsin? Sən gəl bura. Seviyə atla. Texnologiyanı yüksəld. Yaxşıdır belə. Davam eləyək. Görək nə var. Parça yox. Robotlar tökülür üstümüzə. Şah oynadı ha məncə. Oy can, vibrasiya uyarı sağlıq qalsın. Öldürəcəklər məni, çəkil. Yetişdirdim özümü. Bir dənə can gələrmi? Başqa nə gəlir? Bu nədir? Turbo soğutucu gəlsin. Tampon gəlsin. Maden lazeri. Patlayıcı lazer gəlsin. Lazeri yerləşdirirəm bax bura. Birini yerləşdirirəm bura. Təkər, əlavə təkər. Ehtiyac yox idi, amma eyb yox. Bunda acı qabağa çək. Sən də acı qabağa çək. Olsun. Gəl bura. Yaxşı, qal burada. Sən aşağıda qala bilərsənmi? Qaldın. Sən nəsən? Tampon. Hara yerləşdirim bunu? Yerləşdi bura. Davam eləyək. Oltu təkəri, ölümçay ayaqla. Lazer. Canlı sar da göstərir. Mən canlı necə toplayayım? Ayda, hər yerdən gəlirlər. Mən necə eləyim? Elə belə də olur bu. Uyarı sağlar. Çəkilin, partlatdılar, alt edildi. Texnologiyanı gör, davam et, kaynaklar. Savaş statistikalar alt edildi.
Belə bu qədər. Bir də oynayaq. Mikaela. Çox saydım oyun nəyə başlamışaq oynadı bu. Nə deyə bu? Bunun maksimum nəyə gələ bilər ki? Mənim şəxsən zövqümüz olmadı dostlarım. Saxlayıram, bunu da gördüm yani. Burada işarə var. Gedək işarəyə görək nədir 400 metrədə. İndi görürəm. 300 metrə. Çalan götür, onu götür, onu götür. Tala qayıt, tala qayıt. Ooo, bura hava. Kullandı. Yeni miydi? Yaxşı, bu bulundu, mən neyim? Zaman var ise. Ya sağlık azalır. Partlattı, atıydı. Elə bu qədər bu oyunda texnologiyanı gör. Mən bəyənmədim. Bunu da belə getdi. Demo versiyamız, 2 dənə oyunun demo versiyasına baxdıq. İkisi də çöpdür, xoşuma gəlmədi. Sizin hansı xoşunuza gəlibsə, onun şərh bölməsində qeyd etməyi qətiyyən unutmayın. Fikirlərinizi gözləyirəm. Videomu bəyənib, abunə olub, like edin və bizi izləməyə davam edin. Çünki biz inkişaf etməyə davam edirəm. Gecə-gündüz əziyyət çəkirəm ki, yeni mövzular, yeni oyunlar dan gəlim. O birisi kanalımda da yeni videolar gələcək. Narahat olmayın. Hamısını bu kanalda deyəcəm. Sağ olun, salamat qalın.